Biz Cambridge IELTS'in yani 10. IELTS kitabının birinci testi Reading Passage 3'e devam edirik. Psychology of Innovation. Yeniliklerin psikolojisi. Why are so few companies truly innovative? Niye çok az kampanyalar, yani şirketler var ki onlar hakikaten de inovatif olabilir. İnovatif, yenilikçi olabilir. Innovation is key to business survival and companies put substantial resources into inspiring employees to develop new ideas. Yenilik, biznesin sağ qalması, şirketlərin yeni ideyaların inkişafı üçün işçiləri ruhlandırmaq qoyduğu əlavə bir resursdur, mənbədir. There are numerous people working in luxurious state-of-the-art centers designed to stimulate innovation who find that their environment doesn't make them feel at all creative. Baxmayaraq ki, insanlar dəbdəbəli bir yerdə işləsələr də yeniliklərin stimulyasiyası üçün, yəni onları həvəsləndirmək üçün öz ətraf mühitlərini rahat hiss etmirlər. And there are those who don't have a budget or much space but who innovative successful. Və çox az bir büdcəsi olan və az və yaxud da yeri olan, çox yeri olan insanlar özlərini inovativ, uğurlu hesab edirlər. Yox, daha çox inovativ ola bilirlər, inovativ olmaqda uğurlu ola bilirlər. For Robert B. Cialdini, professor of psychology at Arizona State University, one reason that companies don't succeed as often as they should is that innovation starts with recruitment. Robert Cialdini, Arizona Ştat Üniversitesi'nin profesörü, psixologiya üzrə olan profesörü. Bu uğursuzluğun, innovasiyada uğursuzluğun bircə səbəb olduğunu deyir. O isə işə götürmək ilə başlayır. Research showed that the fit between an employee's values and a company's values makes a difference to what contribution they make and whether 2 years after they join they are still at the company. Araşdırmalar göstərir ki, işə götürənlərin dəyəri şirkətin dəyəri ilə bir fərq yaradır. Onların qoyduğu contribution, yəni xərclədiyi maddi dəstək 2 years after they join, onlar qoşulduqdan 2 il sonra hələ də eyni bir şirkətdə işləyirlər. Studies at Harvard Business School showed that although some individuals may be more creative than others, almost every individual can be creative in the right circumstances. Harvard Business Məktəbinin araşdırmaları göstərir ki, baxmayaraq ki, individuallar kreativ ola bilirlər. Hər bir insan düzgün bir şəraitdə daha da kreativ ola bilirlər. Circumstances şərait deməkdir. Sözü darayalım belə. One of the most famous photographs in the story of rock and roll emphasizes Cialdini's views. Məşhur fotoğraflardan biri rock and roll hekayəsində Cialdini'ni vurğulayır. Cialdini'nin görüşünü vurğulayır. In 1956, pictures of singers Elvis Presley, Carl Perkins, Johnny Cash and Gerald Lee Lewis jamming at a piano in Sun Studios in Memphis tells a hidden story. 1956-cı ildə Elvis Presley'nin müğənni olan Elvis Presley, Carl Perkins, Johnny Cash və Gerald Lee Lewis pianoda Sun Studio'da öz gizlin hekayələrini danışır. Sun's A $1 Million Quartet could have been a quintet. Sun'ın, bu qrupun adı $1 milyon beşlik bir grup, beşlik olaraq qrupu nəzərdə tutulur burada. 5 müğənninin iştirak etdiyi qrup. Missing from the picture,
Is Roy Orbison a greater natural singer than Lewis Parkinson or Cash? Şəkildə Roy Orbison yox idi və dahi müğənnilər, yəni o daha çox təbii müğənnilərdən daha yaxşı idi. Lewis, Perkins, Cash'dən daha yaxşı olan Roy Orbison şəkildə olmayıb. Sam Phillips, who owned Sun, wanted to revolutionize popular music with songs that fuse black and white music and country and blues. Sam Phillips, Sun'un, yəni bu qrupun rəhbəri olan Sam Phillips mahnıları yenidən daha da məşhurlaşdırmaq istəyirdi və buna görə ağ və qara musiqilərdən və ölkələrdən və bluzdan istifadə etdi. Blues da bir mahnı növüdür, janrıdır. Presley, Cash, Perkins and Lewis instinctively understood Phillips' ambition and believed in it. Presley, Cash, Perkins, Lewis Philip'in ambisiyalarına başa düştü və inandı. Orbison wasn't inspired by the goal and only ever achieved one hit with the Sun label. Orbison məqsədlə inspired, yəni həvəslənmədi məqsədə görə. Baxın, inspired sizin qeyd edeyim. Haradaydı? Inspired sizin diqqətli olun. Çox işlənən sözü. Orbison məqsədə görə həvəslənmədi, ancaq Sun label ilə, Sun başlığı ilə bir hitə nail oldu. The value of hit matters, says Cialdini, because innovation is in part a process of change. Under that pressure, we as a species behave differently. Dəyərlər fərqli idi, Cialdini deyirdi. Çünki dəyişiklik prosesində innovasiya onun bir hissəsi olur və bu pressure, təzyiq altında davranışlar da dəyişir. When things change, we are hardwired to play it safe. Şeylər dəyişəndə bizim sağ qalmağımız çətinləşir. Managers should therefore adopt an approach that appears counterintuitive. They should explain what stands to be lost if the company fails to seize a particular opportunity. Menecerlər bu yaxınlaşmanı qəbul etdi ki, intuitiv, yəni hissləri daha üstün olan insanlar daha şirkətin uğursuzluğa gedən zaman, əgər şirkət uğursuzluğa gedirsə, yəni fail olursa, onlar bunun səbəbini asanlıqla izah edəcək. Studies show that we invariably take more gambles when threatened with a loss than when we offered a reward. Araşdırmalar göstərir ki, gamble qumardır. Biz daha çox qumar oynuyoruz. Nə ilə? Bizə mükafat oynanılan zaman, ümidsizlik, itirmənin qorxusu olan zaman. Managing innovation is a delicate art. İnnovasiyanın idarə olunması incə sənətdir. It is easy for a company to be pulled in conflicting directions as the marketing, product development and finance departments each get different feedback from different sets of people. İnnovasiyanın idarəsi çox incə sənətdir, buranı dedik. Şirkət tərəfindən konfliktlərin, market, produkt inkişafı kimi, finance, maliyyə bölməsi kimi müxtəlif insanlardan müxtəlif feedbacklər gəldiyini göstərir və bu da konfliktlərə səbəb olur. And without a system, və sistemsiz, which ensures collaborative exchange within the company, it is also easy for small pockets of innovation to disappear.
və sistemsiz dəyişikliklər olarsa, şirkətdə cibdə olan yeniliklər artıq yoxa çıxmaya başlayır. Innovation is a contact sport. You can't brief people just by saying we are going in this direction and I'm going to take you with me. Biz insanlara təkcə qısa sözlər verə bilmərik. Yəni qısacası brief. We are going in this direction, I'm going to take you with me. Biz onlara bu direction'ı göstərməliyik, bu yolu göstərməliyik və onlarla bərabər getməliyik. Cialdini believes that this follows the leader syndrome is dangerous, not least because it encourages bosses to go it alone. Deməli. Qaldı. Cialdini inanırdı ki, lider izləmək sindromu çox təhlükəlidir. Çünki bu bossu yalnız işləməyə həvəsləndirir, sövq edir. It's been scientifically proven that 3 people will be better than 1 at solving problems, and even that 1 person is the smartest person in the field. Bu spesifik sübut olmuştur ki, problemləri həll etmək, hətta bir insanı daha da ağıllı etməyə gətirib çıxarır. To prove his point, Cialdini cites an interview with molecular biologist James Watson. Cialdini moleküler biyolog olan James Watson'la interview götürür. Watson, together with Francis Crick, discovers the structure of DNA, the genetic information carrier of all living organisms. Francis Crick ile birlikte DNA'nı keşfeden insan onun strukturunu bütün kiçik orqanizmləri özündə saxlayır. When asked how they had cracked the code ahead of an array of highly accomplished rival investigators, he said something that stunned me. Soruşandan sonraki bu kodları onlar necə əldə etdilər? Array of highly accomplished rival investigators, he said that, və rival bir-birinə rəqib olan investisiyalar bunu tamamladı və o çox təəccübləndi. He said he and Crick had succeeded because they were aware that they weren't the most intelligent of the scientists pursuing the answer. O dedi ki, Crick və had succeeded because they were uğurlu ola bilər, çünki o alimlərin öz ağlı ilə inandıra bilirdi. The smartest scientist was called Rosalind Franklin, who, Watson said, was so intelligent she rarely sought advice. Ən ağıllı alim Rosalind Frank'ı belə çağırırdılar. Watson dedi ki, o çox ağıllıdır ki, çox nadir hallarda düşünür. Teamwork taps into one of the basic drivers of human behavior. Grup işi insan davranışlarının içində basiclərdən biridir, yəni əsaslardan biridir. The principle of social proof is so pervasive that we don't even recognize it, says Cialdini. İctimai yerlərin prinsipli müdürü çox inandırıcı idi və biz onu tanımırdıq. Biz onları resist etməliyik. For example, a group of veteran employees ask another old time or to speak for it. Əgər sənin proyektin davamlı olarsa,
veteranlar söhbət edərsə, bu zaman yine research showed that peer power used horizontal, not vertically, is much more powerful than any boss's speech. Caldini deyir ki, Isental yalnız değil bu stratejiyada araştırmalar gösterir ki onun yaşlıları gücü horizontal yok vertikal olduğunu ve bütün bosslardan danışıyla daha güçlü olduğunu gösterdi. Writing, visualizing and prototyping can stimulate the flow of new ideas. Yazmak, vizuallaştırmak, prototype. Bunlar insana yeni ideyalar akını verir. Orada kaldım. If your project is being resisted, buranı okudu. Writing, visualizing and prototyping can stimulate the flow of new ideas. Yazmaq, vizuallaştırmaq, prototiplər yeni ideyalar axınına səbəb olur. Caldini cites scores of research papers and even historical events that proves that even something as impossible as writing depends every individual's engagement in the project. Caldini scores of research birçok araştırmalar kağızlarına göre, sənədlərinə göre tarixi hadisələri sübut etmişti ve yazılar individualları daha da öz proyektinde geriye aparmıştı. It is, he says, the reason why all those competitions on breakfast cereal packets encourage us to write in saying in no more than 10 words. Ve elə buna görə də o dedi ki, bütün yarışlar və yaxud da səhər yeməyi sıyığı paketin üzərindəki kimi ruhlandırır. Mesela 10 dəfə bu söz yazılmış ki, I like Kellogg's cornflakes because mən Kellogg'ın qardallarını xoşlayıram. Çünki the very act of writing makes us more likely to believe it. Və bu bu hərəkət writing'de onları daha da inandırmaya çıxarır. Authority doesn't have to inhibit innovation, but it often does. Inhibit sözüne dikkat edin, bu mane olmaq deməkdir. Inhabit yerləşməkdir. Inhibit mane olmaqdır. Baxmayaraq ki, müəllif yeniliklərə mane olmalıdır. Ancaq bu həmişə olmur. The wrong kind of leadership will lead to what Caldini calls captainous, the regrettable tendency of team members to opt out of team responsibilities that are probably theirs. Deməli, çok kiçik hissədə olan wrong kind of, kiçik nədir? Səhv olan liderlər Caldini zənglərinə gətirib çıxarır. Kapitan regret, imtina etdiyi tendensiyanı gruplardan seçir. Team responsibilities, grup məsuliyyətindən. He calls it captainous because he says crew members of multi-pilot aircraft exhibit a sometimes deadly passivity when the flight captain makes a clear wrong-headed decision. O zəng etdi ki, captainous crew memberlərin heyəti exhibit is sometimes very passive when the flight captain makes a clear wrong-headed decision. Deməli, onların üzvləri çox ölümcül uçuş göstərsə də flight captain, uçuş kapitanları səhv emməni daha da aydınlaştırır. This behavior isn't, he says, unique to air travel, but can happen in any workplace where the leader is overbeating.
Bu davranışlar siz behavior yeganə değil. Hava səyahətində olur. Ancaq liderlərin daha çox dözdüyünü bu şəraitdə görə bilirik. At the other end of the scale is the 1980s Memphis Design Collective group of young designers for whom the only rule was that there were no rules. Və 1980-ci sonlarında Scale'in sonluğunda, yəni bu tərəzin sonunda Memphis Design kolleksiyaları bir sıra yeni dizaynerlər yaratdı. Qayda ise bircə qayda vardı ki, o da qaydasızlıq idi. This environment encourages a free interchange of ideas which lead to more creativity with form, function, color and materials that revolutionize attitudes to furniture design. Deməli, bu ətraf mühiti həvəsləndirmək, pulsuz interchange ideyası daha yaradıcı olmağa gətirib çıxarır. Funksiyaları ilə, rəngləri ilə, materialları ilə inqilab yaradacaq. Many theorists believe the ideal boss should lead more from behind, taking pride in collective accomplishment and giving credit where it is due. Bəzi alimlər inanırlar ki, ideal boss bizi arxaya çəkəcək və onunla nailiyyətlərə əldə edə bilməyəcək, kreditlər ala bilməyəcək. Caldini says leaders should encourage everyone to contribute and simultaneously assure all concerned that every recommendation is important to making the right decision and will be given full attention. Caldini deyir ki, liderlər özlərini həvəsləndirməlidirlər ki, eyni vaxtda həm concerned that every recommendation, hər rekomendasiya düzgün qərar üçün vacibdir və bütün diqqətlər orada olsun. The frustrating thing about innovation is that there are many approaches but no magic formula. Bu bezdirici bir şey innovasiyada çox yaxınlaşmaların olduğunu və heç birinin sehirli bir formül olduğunu olmamasıdır. However, a manager who wants to create a truly innovative culture that can make their job a lot easier by recognizing this. Və beləliklə menecer yeni bir inovativ mərkəz yaratmaq istəyən bir menecer bunları bilərək işə başlamalıdır. Bu qədər. Gəlin dərsdə inşallah tapşırıqlara baxarıq. Sağ olun.